girəndə. Mətiş! Aç deyirəm sənə. Mətiş! Ah sensən, ürəyim üzüldü, səsini çıxartdı, yine ay Mətiş mənəm deyə. Elə bilirəm qonşumuz Zakirdir. Ona dünənlər 3 dənə oyun demişəm, 2-5 bolşe. Maşını satıb vurub oyunlara, onlar da gəlməyib. Deyirəm axı, Mətiş dəvətnamədən qaçan adam deyir. Oğluma toy eləyirəm, istəyirəm sən də gələsən. Buyur, gözləyəcəm səni. Deyirəm sən də dəhşətsən, ancaq oğlanlara toy eləyəndə Mətiş yadıma düşür, başqa vaxt heç vaxt yadıma düşmür. Bir uşaqları böyütdün, küçələrə saldın, öz xodları ilə də böyüdülər. Şirindən görəsən, sən də ki 10 min gəlinə söz atırsan. Şirini evləndir, görüm sənin gəlinin nətər olacaq. Bir qızdan yapışmısınız, 10 dəfə də elçi getmişsiniz, yox deyiblər. Yeganə adamsız ki, Glazokdan da sizə yox deyilib. Mən nə vaxt cəmaatın qızlarına şəbədə qoşmuşam? Mən həmişə gördüyümü danışmışam da. İndi sən öz aləmdə mənə sataşırsan. Bura bax, sən 5 dənə oğlun var ha. 5 dənə oğluna 13 dəfə toy eləmirsən. Qırmızı lent qapının üstündən əsik olmur. İndi mənə sataşırsan. Dünyanın 5 dilində 7 ləhcədə sənə yox deyiblər, mənə yox. Qonşular bilirsən nə deyir? Nə deyir? Deyir ki, Kaşinsəgilin toyunda prakat paltara verdiyim pulu yığıb özümə təzə bir paltar alardım. Az yaxşı, gələrsən toya gözləyəcəm səni, az danış. Az gəlməyinə gələcəm, eşidirsən məni? O 13 dəfə gəlmişəm ha. Hamısını yığıb mənim Şirinimin toyuna gətirəcəksən, eşidirsən məni? Dəqiqə başı toy eləyir. Xüsusi sponsorlar New Holland traktorları, Plus Over, Exaderil. Ala, mənim ağzım 12 atmosferlədir. Biz ancaq evdə pişən şirniyyatlarla çay içirik. Qaqaşın Afrikada bana yiyir. Hə, bana yiyir. Necə? Maşınımız Bayram Güdüxanının veç. Şirin! Ay mama qorxdum, mama neyinirsən sən? Ayda yuxu görürdüm, yuxuda 6-cı sinifdəydim, B sinifi ilə dava verirdik. Bunlar nədir mama? Gözünə girən də o. Getdiyim toyların dəvətnamələridir. Bugünə qədər gör, nə qədər toylara getmişəm. İstəyirəm bunları dala qaytarım. Başa düşmədim, toy gedimisən. Pul qazanmaq lazımdır. Toy eləyib pul qazanmaq lazımdır. Bundan sonra evlənsən, toy eləmək istəyən üzvə, dağıdan əmə aləmi ye. Ayı bu deyim, mən sənin sinif yoldaşlarımı tanımıram, onları harada tutururam, hə? Mən dostlarıma nə deyəcəm? Mamanın toyudur, gedib prakata kostyum götürəcəm, nereden gelib götürəcəm onları? Lazımdır, ayı budur. Sən dəri olmusan, ato şərbət məni ağ günə çıxardıb, indi qalmışdı ikincisi. Səni deyirəm, evlən, toy eləyək, pulları yığaq. Gör nə qədər pul xərcləmişəm bu toylara. Bir evin pulunu xərcləmişəm, Şirin. Mama, kasıbam mən. Evlənəcəm də, mən kasıbam. Kasıbın işi həmişə belə çətin olur, narahat olur. Bir şey ki, taksi çağırırsan, dayanır yolun o bu süzündə, sən də bodu yolu keçib, sonra minirsən taksiyə. Bax, kasıb başını alır, veç ustalardadır. Nəyim dənizə gəlsən, gəldə yağış yağır. Bax, belə bəxtə gətirməyir kasıbam. Mən bilmirəm, mən sevdiyim işə qayıtmaq istəyirəm. Kafe açım, müğənni eləyim, pul qazanım. Get Reyhanı yola gətir, toy eləyək, pul yığaq. Yoxsa nənəvin sepini satıb kafe açacağam. Ha, ne oldu bu ne? Ne oldu be? Səsini götürün məndən. Qaqa, əmə şan düz deyil də. Sən də vaxtında evlən də. Yaşında kesilir qaqa. Ay dalı izah etdi kəlbətin. Sən bizim ailə söhbətlərinə qarışma, bildin? Başı və yeri soxma. Ay qoza it. Mənə lazım deyiləm başımı sox. Uşağın üstünə qışqırma, Xosu ömründə bir dəfə düzgün söz danışdı. Sən evlənməsən, nənənin sepini satacağam. O sep, yadigar diye, nənəmin yadigarı diye. Biz o sepi en çətin vaxtlarımızda, günlərimizdə satmamışıq. Nənə o mən verdi ki, evlənəndə qoy qızın sepi olsun. Takacağım. Ay ya, yazma şükür ya. Şirin bu Rafet Elromanla dalaşıb zibilə düşəndə onlara satmaz sepin. Yazma şükür qaqa. Bilmirəm, nə inirsən elə, Reyhanı yola gətir. Əgər Reyhanı sən yola gətirə bilmirsənsə, mən özüm yola gətirim də. O da bilmir nə inəsin. Bir əlində 2 dənə qarpız tutub, gah Kamala qaçır, gah da sənə. Mənim üçün xatirədir, yadigardır, adam adlarıdır. Mənim üçün heç bir şey mənası yoxdur bunlar. Bir şey fikirləşərik. Deyir, planların hamısı plana düşüb çökəcəklər. Salam ha. Nə qayırsan, neyirsən? İşsənmi, xəbərin oldu da. Tiflisə qatar yolunu açıblar. Deyirəm, bəlkə səndən qoşalaşaq. Gedəyək Tiflisə. Tak. Bu dəqiqə vəziyyət ayrı cürdür. Desələr ki, Manqolistana skuterlə yolu açıblar. Səndən qoşalaşıb elə qol boyun gedərəm, Manqolistana da. Oktay,
Gəl kömək elə də. Sən qatar düz üstümə gəlir. Mən reysin üstündə yanacam. Sonra danışaram. Əmir var, mən lazımdır. O boyda aralıqda saxlandırmısan mənim maşını ki, nə var buradan bazarlıq eləyəcəm. Gəl burada saxlayıb elə götürərdim də bazarlığımdan. Oktay, sənki də bilsən nə deyib? Bütün gün geyib yatmaq. Ay kuklasına oxşayırsan, biraz fit ol, arıqla, gəz. Gözürəm də, Murad. Mən gəzirəm, sadəcə olaraq sənin xəbərin olur. Qıraqda gəzirəm. Məhdi işdə kəsən də dedi ki, Oktay gəzir. Eləcə gəzir dedi, ya başqa nəsə ayrı şey demədi? Yo, dedi ki, gəzir. Ya, dardan gəzirəm Dəmir var. Neynəməyə, başqa çarəm yoxdur. Başqa, mən gəzməsəm olmur da. Sən mənim buna məcbur edirsən. Mən sənə görə gəzirəm, hə. Mən də sənə bir dənə söz demək istəyirdim, Mən də gəzirəm. Nə ki istəyirsən, Dəmir var? Gəzirəm nədir? Başqa lazım yoxdur da, neyniyim? Çarəm yoxdur nədir, Dəmir var? Gəzirəm nədir? Başını itir sən, Dəmir var? Kalor itirirəm də. Sağlamlıqdır. Hə, elə gəzirsən Mirvari. Hə, elə gəzsənsə gəz. Tək elə bütün gəzənlər sənin kimi gəzsin, Mirvari. İkimiz də gəzirik. O gəzəndə kalori itirir, mənsə pul itirirəm. Pul. Nəysə Mirvari, gedək. Bu nədir o? Yediklərin nədir? Götür. Gedək. Götür də. Doğrudan deyirsən. Mənə bax, ala buralarda heç oğurluq olmayıb ha. İndi yaman da damla buralara. Həri. Yaxşı, danışarıq. Sağ. Nə olub ola? Şirin qalaş, oğrular dadandılar. O günləri xalamgilin həyətindən qonşusunun motorunu oğruyublar. Yusuf dayı var, Ola, hadi Yusuf da. Hinduşka saxlayan. Evdə, İspanyada. İtin yuvasını oğruyublar həyətindən. Nə danışsan la? Alamına bax, itin də yuvası var. Mən bir dənə evlənib özümə yuva qura bilmirəm qalada. Mama da dirəşib ki, nənənin səpini get sat, pul eləyir. Nənə o mənə ölüm ayağında verib balaya. Ona necə satım? Ay dayı, o traktor səndir. Hə, mənimdir bala. O yaxşı bağlayır, oğrular da dampıra. Bağlayasan onu, yaxşı? Bilirəm bala, bu traktoru olan adam gününə 200-300 manat pul qazanır. Səncə o pulu qazanan adam traktor açıb qoyub gedər? Həm də bu çox təhlükəsiz o barədə. Son texnologiyadan təchiz olunub. Oğru bunu asan-asan açıb oğruya bilməz. Buna bax. Bu giyiz ala bu, orada götürsən. Nə bileyim. Rəşid burada otur da. Bax, şunu gedib səni. Şirin qaqa, mən uşaqlıqdan sənin dostunam. Bir şey demək istəyirəm qaqa. Mən bilirəm ki, sən nənəni də çox istəyirdin. O sep də sənin üçün çox dəyərlidir. Mən şıxalada pula görə o sep satmaq istəyirəm. Amma mən sənin bir yaxın dostun kimi qaqa, qoymaram o sep satılsın. Xahiş edirəm qaqa, bunu məndən götür. Yox, atam, yox. Bax, deməyim bəsdir. Mənə xoş oldu. Hə, bax, bu hərəkətin mənə ləzzət elədi. Amma incim götürənmərəm. Xahiş edirəm qaqa, gücüm buna çatır da. Yox. Şirin qaqaş, mən həmişə demişəm ki, xosunu dağ boyda öreyim. Yaxın gəl. Deyim də bu. Nədir qaqa? Kövrətdim mən. Yox qaqa, mən bunu verməliyəm qaqa, yox. Özümdən başara bilməm. Deyirəm, yox da hələ də. Yox, verəcəm qaqa. Götürməyəcəm. Yox qaqa, bunu verməliyəm mən. Dedim, yox da hələ də. Yox qaqa, Yox da yox. Qaqa, bu Sən nə yox? qohum qızıdır qaqa. Allah xoşuma gəlsə, Reyhandan 1000 dəfə qəşəngdir. Xoşuma gəlsə qaqa, elçilər göndərək toy eləyək də. Mən şıxada pulları yığsın toyu. Ala mən də biləm pul ver ala mənə ala. Neyinirəm ala bu qohum qızı? Ala bu giz qohumlarda məndə bilsən nə qədər var? Sən bir vaqon da sən göndərsən, lazımdır. Sən başın bilsən nə yoxşur o qonaqlıqda stolun üstündə xuruşda stəkan olur ha. Ora konfetin kağızını əzirlər ha. Bax konfetin kağızısan sən, bildin? Hə qaqa, o iyis konfetdən olur da iyis, onu deyir qaqa. Şirin qaqaş, bunu da tərifləyən kimi lap zibili çıxır. Mənə bax, ağlıma bir dənə qəşəng ideya gəlib. Deyirlər ki, qadınlar qulaqları ilə sevir, kişilər gözləri ilə. Qaqaş, bir dənə şair tanıyıram. Adam bir dənə şeirlər yazır. Rəşad Nağı Mustafa, yoxsa Rəşad Mustafa Nağı? Hə, namus. Yox ha, bir nəfər deyir, 3 nəfər deyil. Hala bir adamın adıdır, hə. Mənə bax, Reyhan adını verirsən, baş hərflərinə uyğun. Qəşəng bir dənə kreativ ha, necə lazımdır şeirlər yazır. Sən də oxuyursan o Reyhan üçün, mən 100% bilirəm ki, Reyhan sənə hə deyəcək ha. Özü burada parkda gül satır. Hala ağlıma batdı bu variant, hala mənim başqa çıxış yolum yoxdur. Qulaq as, bu McGregor təsbih dükkanı var ha, onun yanındakı var. Düz onu bölün. Öyle döndüm orada. Hala McGregor, düz onun yanında. Düz onun yanında. Düz onu bölün. Belə. Bölün. Mən getdim. Gel Başqa qaqa, çarəm gel. yoxdur. Gedim, həll edeyim məsələləri. Əlbəttə ki. Amma
Amma sənə uyğun, Salam, ben şeyler lan. Sənə uyğun əlimdə Opel Vectra'sı var. Cağ vəziyyətdə, saz vəziyyətdə, problemsiz. 65 dənə say, verim o sənətə. Ola bir dənə əlim yanında yoxdur o maşın. 4 dənə intelligentli, mədəniyyətli ördəyim var. Yəni o dərəcədə mədəniyyətlidirlər ki, bunlar hindən çıxanda az qala işığı söndürüb çıxsınlar. Hə, necə məsləhət? Yaxşı. Nə olub? Nə istəsən? Gəlmişəm ayağa qalx, bir nə olub? Hə, nə deyəm? Ya ana sen o defa benim ad günüme gelen oğlan değilsin. Ana sen de ki day liba işi görürsen ne oldu bala? O sen de. Ari. Allah'ım bana bak eşittiğime göre sen yaxşı şeyler yazırsan. Bana da bir tane yaxşı şehir lazımdı. Yaz da onun için. Daram yanaqlarından çəkərəm dişimə, qulaqlarıma pıçıldayaram. Ana cicik hareketlerim bana ayıp da la. Kıraqdan bakan olar ha. Adımız var, sanımız var. Diyesen bu yaşta eləyə bilmediği şeyler ancak yazırsan ha. Neyniyək? Bu yaşda eləyə bilmədiklərimizi yaza bilirik də. Hə, lap yaxşı. Sevgilime yaxşı bir tane şehir istəyirəm, yaz da. Hə, sənə belə interesli, fruktov, mentolni şey Ay. lazımdır. Şəkli var səndə. Müş yok. Bir onun şəklini mənə. Şöyle. Diyəm. Çok bakma, çok bakma. Of, 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 of. Bu nə ceyran la? Buna nə oturar şehir? İşte bana ceyran ne de la, ne de la. Seriozum diye. Hala olsun da seriyoz. Mən onsuz da Lüboy halal südənmiş qıza ceyran deyirəm. Qızın adı nədir? Adı Reyhan'dır. Adındaki harfleri şehir yazabilirsen. Valla sənin ürəyin istəyir, mən ondan lap sənin üçün kompot hazırlayayım. Ürəyindən keçir onu xırda-xırda doğrayım, vurum sənin üçün çoban salatına. Bu cicliyi de la sana ölsün, sana bir tane abratka veririm. Özüme gelmezsen la. Ham bilir ha ben abratka mesele. Bir işe ki ben doğulanda maması mən şillə vurdu. Ha, onun abratkasını verdim Neysə, mənə bax, mənim özünə məxsus şeir yazmaq stilim var. Belə eləyək. Sən o qızın şəklini tut mənə. Şəkilini. Bax belə tut, bax belə. belə. Ay, sıva belə. Əlimi uzat mənə. Gözlərimi yum. Gözlerimi yumum. Yum. Yumdum. Yum. Razıyam İslanım Lüboy yağışa. Ezaskar baxışdan qəlbim alışa. Yağışda islanıb teyxa su olaq. Hava da soyusun, biz quzaqlaşaq. Ayda şair əlasan ne? Axşamı, səhəri açım səninlə. Bəh. Nə olar? Ay Reyhan, evlən mənimlə. Cana şair əlasan. Can, şair. Good, very good. Very good. Bir abur oldu So bana. good, very good. Yes. Laf elə. Bu şairdi yazan, benim sevgilime yazır. Yes. Reyhan'a. Hele ala çekil. Bir ala koyarlar internete bir abur olalım. Ala adımız var, sanımız var. Bu ne de la? İngiliz bir şey, gel de. Ama sen de cicik hareketler demedin ala da. Çox sağ ol Gülbali. Mənim gülmə güzəranıma, mənim yaşayışıma bax. Mənim taytuşlarım bilsən, Bodrumda diləyinirlər, belinə zakar kremi sürtürlər. Ne danışırsan sən? Nə danışsam da onun mənası yoxdur Əmir bari. Nə danışsam da mənası yox. Mən o vaxtı ki, milyoner olmaq istəyirdim ha, səni almaqla. Bax, mən orada altını vurmuşam. Başa düşmədim. Bezmisən məndən? Yox, mən səndən niyə bezim ki? Bax o rəsmi evlənməyi kim fikirləşib ha? Ona qətiyyən rəhmət düşmür. Nətər ki, odu fikirləşən adam insanlığı 2 əsr, 3 əsr qabağa atıb, evlənməyi fikirləşən də 5-6 əsr geri atıb. Bir dənə fikirləş, subay oğlanları. Newton, Da Vinci, 90'ı 95'i görən adamlardır bunlar. Bir də evli adamlara bax, Tahir, Akif, Mamet. 50'ni güclə görür, pensiya yaşına çatan yoxdur. Evlilik gözəl şey değil mi var? Bəs nə? O boyda Einstein 2 dəfə evlənib. Ya görsən 2 dənə arvadı olub, onlara heç bir şey eləyənməyib. Amma atomu parçalayıb, parça eləyib atomu. Oktayçık, Zayçık, maşını gördüm geldim. Zayçık. Axı, neçə nəfər oldu? Bunu da yazdım.
Oldu 237 nəfər. Oyda 500 olsa yaxşı olardı. Yaşarı da yaz, mebel satan. Biraz yalancıdır, amma pis oğlan deyil də belə. Onu yemə şalam, onu tanırsan. Yaxşı tanımıram, amma fikir vermişəm ki, axır vaxtlar yanından keçəndə belə ürəklə salam verir. Yaxşıdır da. Axı, Bakıda olan UFC iyundadır. Ha, iyunda olmalı. Onda Rafael Fizyevi də yaz. Kakraz Bakıda olacaq, gəlsin pul yazdırsın yaxşı. Məşğala, sən restorana danışmısan be ya? Danışmağını danışmışam, amma həmin gün restoranda toy var. Toy. Narahat olmayın, qızı tanıyıram. Kakraz o işi həll eləyim. Alo? Aynur necəsən? Eşitdim toyundur. Mənə niyə deməmsən? Ay qız toyu demirəm, oğlanı niyə deməmsən? Axtarmamış, aramamış, bilmirsən necə oğlandır. O dəqiqədə hə demirsən, Elə bir evdə qalmısan. Bilirsən o kimdir? Aldatmadığı qız qalmayıb, Bütün günü ailəvi istirahət mərkəzlərindən çıxmır, Hələ anası, bilirsən nədir az ifritənin biri. Sakit olmağına baxma, İç yüzünü toydan sonra görəcəksən. Böyük oğlunu evləndirmişdi, gəlin 3 gündən sonra başını tutdu, qaçdı. Hə, heç yola getmədi. Yo. Yaxşı eləyirsən. Hə, nə qədər gec deyil, başını burax. Hə, o mənim ağıllı qızım. Sağ ol. Vatandaşda bu da belə getdi. Siriyazam. Şirin, niyə məni bura çağırmısan? Sən axı dedim söhbətləri bağlamışıq. Gözüm bax, sənə alçalmışam. Şirin, sən məni ciddiyə almırsan? Dedim axı, söhbət bağlanıb. Mənə də ver də. Mənə başa düşdü, bax sən mənim həyatımın qadınısan. Mənə onun qapısına salma da bu ömrümün xəzən çağında. Eləmə də belə, gəl evləni. Allah, siz milyon dəfə qoşa atsınız da başa düşə bilməyəcəksiniz. Niyaməddin Musayev demiş ki, yəni o da onu təsdiqləyib. Mümkündür. Neyse sala qızlar. Ona qalsa Nietzsche deyir ki, səni öldürməyən şey sənlə məzələnir. Bu eşq məni öldürmürsə, значит zordur. Aha, məzələnir. Sən bəş məzələn də bax. Gəl bura la. Ana gələ qədər əsas. Qoyaram tuzlayarım səni, çişdiyim yerim hala. Bəs də Kemal, Şirin, de görüm nə deyirsən? Razıyam İslanım Lüboy yağışa. Eyzəskar baxışdan qəlbim alışa. Yağışda islanıb teyxə su olaq. Hava da soysun, biz qucaqlaşaq. Axşamı səhəri unudaq sənlə. Nə olar ha Reyhan, evlənməyimlə. Görürsən, seriozum. Şeirin baş hərflərinə bax, Reyhan çıxır axırda. Bu nə məktəb xodda o eləyirsən. Sən sinifdən çıxardan bayra qalarsan koridorda. Ya da göndərirəm evə səni, evdə ev tapşırıq eləyərsən. Eşitdin ala məni. Ya da ki, sən nə var? Ala, tut bunu, imla deyirəm, yaz. Giz-gizləşmə nəyim də ala. Reyhan xoşuma gəlmədən. Şirin, mən axı sənə dedim, bu söhbəti bir dəfəlik bağlayaq. Başa düşmürsən sən? Bizdə alınmaz. Bax, sən böyüdükcə tamam başqa dünyanın adamı olursan. Mən əvvəl səndə itirdiyim adamı yox, tapdığım adamı görürdüm. Amma indi sənə baxanda tanımadığım birinə baxıram elə bir. Sənin yanında özümü keçmişdə ilişib qalmış biri kimi hiss eləyirəm. Mən artıq səni gözləyən o qız deyiləm. Sən də mənim arxamca çatacaq o adam deyilsən. Bəzən bir insanı ürəyində dəfn eləyib yoluna davam eləmək lazımdır. Mən bunu elədim. Sən də elə. Ha, seriozum. Deməli, mən sənin üçün ölmüşəm, hə? Ala Şirin, ala ürəyim dözmür, sənə yaxşılıq eləmək istəyirəm mən. Həmişə belə ayrıldıqdan sonra gedən tərəf sonsuz bir yol yeyir. İndi sən də düşünə-düşünə, istiqamət bilmədən uzun yol yeyəcəksən. Bir də baxacaqsan ki, saatlarla yol getmirsən, ayaqların şişib yara olub. Ona görə də, dələ, Exadril, sürt ayağı ayağında göbəlez də olacaq, uzun yol yeysən, dalin yol yeysən, yazıqsan. Mən bu yaxşılığımı itirmə ya, bunu qardaş eləmir. Çox sağ ol. O bəsdir. Anam hasta oldu ha biraz.
Anam bağışlayıb fikirliyəm. Fikirlisən, sağva, solva, girişvə, çıxışva qarşı biraz vnimatilin ol. İndiki zamanədə göz açıq olmaq lazımdır, qaqam. Başa düşürsən? Gözü bağlı olsun, 6 sekund hop-stop eləyərlər səni. Gözü açandan sonra baxarsan ki, qalmısan 5 qəpiksiz. Bu nə də hala? Şeir yazmısan sən? Seriozun var sənin? Xanım, özündə jenski cinsən. Abuja tələmək istəmirəm səni. Qaytar onu. Ha, jargonlar havada uçuşur ha. Baxıram belə svoyski oğlansan. Aha, bu nə pıçat şeirdir. Seriozun adı Reyhandır. Mənim də adım Heyran deyə. Sözlərin yerini dəyişəndə şeir mənim də adım oturur axı. Qız şeirə görə atmaq verir mənə sənə. Ona görə belə fikirlisən. Həri. Danış görüm nə məsələdir. Evlənmək istəyirsən yox deyə. Yox, mama dedi ki, evlənin toydan biraz pul yığaq. Ya evlənəcəksən, görə ki, nənənin sepini satıb pul eləyəcəm. Mama özünə albik atmaq istəyir, pul lazımdır ona görə. Sən bir interesli tipsən, biraz. Yenə deyirəm, bax, svoyski oğlana oxşayırsan. Gedək dərdimi danış mənə. Mən özümü pazvaret eləyəmirəm. Kimsə sevgiyə görə belə dərd çəksin, fikirli olsun. Başa düşdün? Hala, bu qız deyəsən mən nə edeyim? Mən gedib yapışmışam Reyhandan. O elə bir yolda qalan tokla işləyən maşındır. Mən də dizel çeşqa. Heç cür tutuşmuruq. Buna bax. Amma 190 kimi qız deyə bu ye. Bu əsl mən deyəndir. Gedək. Var mı baxın? Bu qız kimdir, Oktay? Siz kimsiz ha xanım? Oktay, zarafatlarından da qalmırsan. Səhərdən yığıram, açmışsan. Saatın dünə məndə qalıb. Oktay, kimdir bu qız? Ümumiyyətlə, saatın məndə qalıb cümləsi Azərbaycan qrammatikasına heç uyğun gəlmir. Amma belə soruşursunuzsa saat 2-yə qalıb 10 dəqiqə. Bəli. Saatı soruşmuram, saat məndə qalıb. Ümumiyyətlə belə mən erkən ingihada qarşıyam. Xahiş edirəm təhrif eləmədən mənim fikirlərimi elə bu cürdə efirə verin. Oktay, qız sənə başqa sual verir, cavab ver. Yo, başqa heç bir suala mən cavab vermirəm. Mən xahiş edirəm, mənim şəxsi həyatım efirdə müzakirə mövzusu deyil. Ümumiyyətlə, amma bir vətəndaş kimi mənim borcumdur ki, yaşadığım təbliğ eləyim. Ey əziz anam! Oktay! Reyhan, sən uşaq vaxtı Nasbərin o şokolad korobkalarından şokolad oğlayıb bilməmsən? Yox, nə olub ki? Bəs niyə bu qədər şirinsən sən? Bu nə saç düzümüdür, bu nə gözəlliyidir səndə, hə? Kim o bəsdir də? Heç keyfim yoxdur. Keyfin yoxdur? Yox. Ölmürəm elə şey üçün. Bir dəqiqə düzəldində sənin keyfimi. Bana bax. Qorxdum. Xalam oğludur. Salam Reyhan. Salam. Kes bu yana görüm. Necəsən xaloğlu? Sağ olun. Ha, nə edirsən? Nə olub Reyhan? Keyfim yoxdur. Keyfin yoxdur? Mən indi sənin keyfini açaram. Bəs niyə gəlmişəm bura? Buyur. Çox sağ ol. Sən sağ ol. Sən iPhone 17 çıxarda bilərsən buradan. Yox, mən azar gül işinə baxıram. Evet, dur gel al, gül işinə baxırdım. Kemal. Mənə elə gəlir ki, mən Şirinə xətrinə dəymişim. Gedim üzr istəyim də ondan, hə? Gedim üzr istəyim, hə? Onda gözlə mən də səninlə gələm. Gəl bax, sizi dönürsün şeylər zad deməyə, aləm deyəcək bir-birinə. Dur, gedə bir yerdə, dur. Amma alnığı sil. Nə olma, nə olma. Xaloğlu öpüb, dur. O nə də o? Aa. Gəl. Eşidirsiniz? Dedim bütün hamıya cay çəkin ki, traktor Şirin şumlamağa başladı. Qaqaş, sən Vilka Şirin gördün? Vilkanı qoydum bir qırağa bura. Karoçi, hamının Armani pulu qazanmaq üçün getsin bir dənə kreditə New Holland traktoru alsın. Niyə? Çünki bizim aləmdə New Holland traktoru olmayana pis baxılır. Şirin, düş aşağı, bəsündür, işim gücüm var. Şirin, qaqaş, sizin aləmdə traktoru olmayana necə baxırlar, necə? Atan bizim aləmdə də ki, bizim aləyə nəzər tuturam da mamanı. Mama da traktoru mənə pis baxır. Xüsusi sponsor New Holland traktorları. Lan oğlum ara işim gücüm var, nə tanımsan mən? Qaqam, mənim futbol oynayır, o qapısımız yoxdur. Bizdən qapısı dayana bilərsən. Sən xəstəsən, adam mən Şirinəm. Mən kiməsə görə gəlib baratar dayanım, ala, hə? Adım sanım var, ala. Topun darıcan düşürsən. Dəmir dümür olsaydı, hə, deyərdim, hə. Yəni yox, alınmır, mən nidir. Qaqam, elə belə şeydən oynamırıq. Üst kasız Plazoviyədən oynayırıq. Ucuna komanda alacaq. Doğrudan, alasın qapısı bu da mənəm. Sizin kimi yaxşı qardaşlara canım qurban. Amma bir dənə şahitim var.
Qapısı mənimlə təkbətək çıxsa araya girməyim. Getdiyin onda. Ayda mən də sənin barsan damla. Var, gel onu ver. Dur da, gəl. Xüsusi sponsor Plus Over. Gələ telefonda. Sən nə var? Ən az 20 gündür Mirvariyə heç bir xəyanət eləmirəm. Tak ki, boş-boşuna gəlmirsən, vaxtı bitirirsən, heç xəyanət eləmək fikrində yox. Hə? Mən də ona görə gəlmişəm. Sən öz xoşundan Mirvariyə sadiq deyilsən, Prosto heç kəs səndən görüşmək istəmir. Oradan bilmək. Ayağı qaşınır, üstəlik ayağından iyi gəlir. Sənin ayağında göbələk var. Bax. Bu eksoderil damcısını görürsən? Bu eksoderilin damcı formasıdır. Qaşınmanı azaldır, göbələyi məhv eləyir. İltihab əleyhinə və antibakteriyal təsir göstərir. Gündə 2 dəfə 2-3 damcı ayaqla vurursan. Qaşınmanı kəsəcək. Bir damcı da özü hörmət eləyərsən, mənə 100 manat verərsən. Bunun qiyməti 100 manatdır. Yox, eksoderilin qiyməti münasibdir. Sən 100 manatı mənə ona görə verirsən ki, buradan çıxacaqsan, gedəcəksən, kimləsə görüşəcəksən, mən də Mirvariyə heç nə deməyəcəm. Narahat olmayıb, bu mənim ayağımı düzəltsin. 100 nə deyim, mən sənə 200 verəcəm. Get kartına yollayacağım. Hə? Söz verirsən? Kartıma, gözləyirəm. Xüsusi sponsor Exoderil. Bu əsl mənliyi qızı deyə hesab edəsən. Bu nə də ala? Dördə bir soxursan. Mujiksən ala, kişi kimi oyna. Dedim axı fikirliyəm də. Danış görək nə olub, elə fikirlisən. Qardaşım, biraz sakit olaq da, bura apşaqdır. Alam mənə zibilə salacaq. Elə eləmədən mən təkəm olar çoxdur, zibilə salma məni. Danış görək, kimdir bu Reyhan? Reyhan mənim seriozum idi. Biz birinci sinifdə birbirimizi sevirdik. Sonra mənim pulum olmadığına görə atası Reyhanı vermədi mənə. Həm də pulum yoxdur, Reyhan ona görə də mənə yola gedmir, mənə gəlmir. Mən istəyirəm onu alım, atval verir mənə. Ala bu şeiri sən mənə yazsaydın, mənə desəydin, mən şu evlənmişdim səninlə, misal üçün də. Qardaşım, mən sizə bayaq demədim ki, biraz sakit. Bura apşaq deyə başa düşürsünüz. Camaat bura gəlib istirahət eləməyə. Kimisə istirahət eləyən yerdə muçit eləmək, narahat eləmək, hansı oğlanlıqdandır, başa düşmürəm mən. Lap inanmırsınız, 5 dənə oğlan çağırın bura, fitva versin bu söhbətə. Yaxşı xanım, narahat olmayın. Nuş olsun. Ala, bu 100% mənliyidir. Mən bundan sonra evlənsəm, uşağı mən doğmaya gərək. Mama toy istəmirdi. Elə bununla toylayacağım özümü. Dur, sən can gedək, burada mən önce çönürəm. Dur anam, dur gedək. Ay qaqaşım, bizim şotu yazarsan bunlara. Bunlar çox səs-küy elədilər. Biz gedirik də yəni, başa düşdün. Davay. Belə panyatkova oğlan oxşayırsan, belə əsl mujiksən. Əgər Reyhan sənin üçün konkret bitibsə, mən sənin seriozun olmağa hazıram. Ayda, inanırsan ürəyimi oxudun. Elə mən də sənin bunu deyəcəkdim ki, mənim seriozum ol. Gördüm, mən karot yoldan gəldim də. Sənə qalsa ki, bir gün də mənə şeir yazacaqdım. Bilmirəm. Necə deyirdin? Üzr istəmək istəyir, gələ. Kemal sakit dur. Şirin birinci dəqiqədən elə qolu vurdun ki, elə bil ki, mənim yox deməyimi gözləyirdin. Xanım, sən kimsən? Biz futbol oynamırıq, seryoz münasibət yaşayırıq. Reyhan,
Mən öz seryozumu tapmışam. O sənin olan münasibət var idi ya. O boş, prostoy bir hiss idi. Bağlılıq idi. Çıxdı getdi. Eyb yox Şirin. Sən necə istəyirsən elə olsun. Allah Şirin, səndən heç gözləməzdim. Desəm yalan olar. Sən elə bu sən, sən elə bu palojdan budur, sən elə jizni bütün budur. Ama açıq arıq, sənə kim povd verdi danışsan? Dava yellən burada. Ya bu murskoydu. Dava. Yere git ulama günler. Tamam yere git. Eşitsən? Sən niyə çoxdan mənim qabağıma çıxmırdın? Niyə biz toqquşmamışıq heç vaxt? İstəyirəm sənin mama ilə tanış edeyim. Gələ gedək. Qızlar, uşaqlar necəsiz? Bax, təzə seriyozum. Gedin yayın hamıya. Qardaş salam. Siz bizim aləmdəndir. Sağır sağ olsun mənə delfin atdı. Bir dənə gül nolonu ki Elvin atdı. Sağır elə oğlandı dəyər canlara. Həmişə dəstək olur zor insanlara. Həmişə dəstək olur zor insanlara. Bura bizim evimizdir. Yaşadığımız evdir, bu da mamadır. Ruslan yaxşı oğuldu, hörmətlidir. Hamı bilir Ruslanı qeyrətlidir. O quş nər oğlandı, adsanı vardı. Həm oğlanlığına heyranı vardı. Ay camaat candı bizim məhlədə. Gündə toy nişandı bizim məhlədə. Mama neyinirsən? Hə dostlar, indi çıxıram, birazdan davam eləyəcəm. Moderatorlar, mənə hədiyyə atallarının adlarını yazın, gəlib adlarını çəkib meyxana deyəcəm. Siz mənim ürəyimsiz. Mama, Şirin, bu kimdir? Mama sual vermə, sən neyinirsən? Görmürsən, adları çəkib meyxana deyirəm, pul qazanıram. Aa doğrudan, mən onu da rep deyirəm. Bəlkə bir yerdə fit eləyəsiz. Fit? Ay qız, evdə fit salmazlar, ruzu bərəkət gedər, lazım deyil. Elə yox, fit yəni duet. Şirin, de görün bu qız kimdir? Bu qız mənim seriozumdur. Bizim ailəyə layiqli qızdır. Heyran, tanış ol, mama Mətiş, mama tanış ol, heyran. Sənin anan mənim anam da yəni. Bizdə böyüklərə hörmət var da. Oo, maşallah ağıllı qızdır. Mən adam tanıyanam da, o dəqiq qanım isnişdi buna. Bir dənə siz oturun bir-birizə sinişin, tanı bir-birizi mən gələm. Tez gəl Şirin, yaxşı? Bax qızım, Şirinə şərt qoymuşdum ki, ya evlənirsən bu günə qədər getdiyim toyların pulunu yığıram, ya da ki, bax burada, bu balaca mücrüdə nənəndən qalma bir dənə köhnə sef var. Onu satıram, özümə kafe açıram. Görürsən də, bayaqdan adları çəkirəm, evdə otura-otura. Bir dənə jetona meyxana deyib pul qazanıram. Axıl düz deyirsən, onu satmaq olmaz. O dəyərlidir, yadigardır. Hə, bəs nə, dəyərlidir də. Hər dəfə əlimi atıram ora, istəyirəm götürəm, satam, əlim gəlmir. Uşağın adına da heyfim gəlir. Bəs üzr istəyirəm, bəs burada ayaq yolu hardadır? Qızım, buna görə məndən üzrünü istəyirsən, Baxmayın da, ilk dəfə də sizi görürəm ona görə. Ay qızım, birincisi məndən üzr istəmək lazım deyil. Qonşuya gedirik ayaq yoluna. Sən də gedərsən qonşuya, onlardan üzr istəyərsən. Yaxşı? Oqtay. Qızım, mən indi təcili getməliyəm. Gəl səni aparım qonşuya, ayaq yoluna get. Qayıt bura, mən də birazdan gəlirəm. Yaxşı, gəl gedək. Oqtay, səndən boşanıram. Bundan sonra istəyirsən lap divar saatını apar onu bu evinə qoy. Bildin? Ay Mətiş, sən orada qaldın, gəl də. Mirvari, dayan görüm nə inirsiz? Dayan, otur belə dur. Bırak onun yaxasını. Sən nə inirsən? Min dəfə demişəm ki, çaya çatmamış şırmalanma. Bu prank deyil, prank. Prank nədir? Prank? Aydan, çox gözəl oynadın. Super, super. Afərin sənə, afərin. Oynadın nədir? Ay Mirvari, bu qız aktrisadır. Gördüyüm bütün bu işlər qurmadır. İndi Aydan, bir dənə o kamerayı əl elə. Mirvari, sən də əl elə. Oqtay, sən də əl elə. Elə yox, sən 10 barmağınla əl elə. Hə, el eləmə, sənə əl eləyək. Başla. Kart yollayacağım. Mətiş, sən də gündə bir dənə işlə məşğulsan, Neyini Mirvari? Acından ölməliyəm. Elə bilirsən, ərsiz arvad olmaq rahatdır. İndi də gedirəm, belə təzə gəlinimlə yaxından tanış olam. Vatanaşda. Bir aktrisa qaldı, təzə bank. Gedək. Orada da bank edirlər. Təzə işlər verəcəm sənə. Gedək. Heyranım. Bu ne la? Ev ne gündür la? Heyran! Seriozum! Heyran, sen neredesin? Ayda.
Şirin, Mama. nə qışqırırsan? Səsi atmısan başıma. Evə bax mama, ev gönə gündədir. Heyran da yoxdur evdə. Vaxsey. Ev eşik niyə bu gündədir? Nə Hə, bilim, olub? bilmirəm. Sən evdə dördün. Yox, evdəydim. 5 dəqiqəlik çölə çıxmışdım, işim var idi. Ay mama, nə işin vardı? Sən evdə olmalısan, hə? O səpi ver. Mən gedirəm Heyrana evlilik təklif eləməyə. Seplə evlilik təklif eləyəcəksən? O xoşlayır belə qeyri-adi, kreativ şeyləri. Şey də xoşuna gəlmişdi. Ver. Hə, yaxşı, sepi verməyinə verirəm, amma toyu tez eləyərsən ha. Eşidirsən məni? Sep ver. Şirin, sep yoxdur. Hanı? Sep yoxdur. Yoxdur da, bax da yoxdur. Bu sep hardadır? Hadi mən nə bilim? Ayda, deyir sep yoxdur. Şirin, mən sən zəng edirəm, niyə açmırsan telefonlarımı? Bir dəqiqə mənə bax, qırıl məndən. Çıx həyatımdan. Mənim başım bağlıdır, sevgilim var. Sən sevgilin oğrudur, xəbərin var? Ay qız, nə danışırsan? Paxıllığından elə deyirsən. Mənim gələcək gəlinim haqqında elə şeylər danışma. Gələcək gəlinin bax. Xəbərlər, saytlar ondan danışır. Oğrudur. Sən də bax.